Hər vaxtınız xeyir yoldaşlar. 9 mart 2025-ci il tarixində təşkil edilən imtahanda bu sual demək olar ki, çox adamı maraqlandırıb. Hətta bu sualın yanlış olduğunu da iddia edirlər. Mən imtahandan sonra bir tədbirimiz olduğu üçün az müddət iştirak elədim və məntiq sualların təxminən 20-sini həll etmədim. Bu da həll etmədiyim sualların içərisində idi və mən çıxanda imtahandan tələbələrin çoxlu müraciətləri oldu ki, müəllim, A-nın B hasili 49 verilib, bu necə baş verə bilər? Yəni, A da 7, B də 7 necə ola bilər? Mən də müəyyən qədər rəy bildirməməyə çalışdım ki, sualın əslini görüm və biz imtahan suallarıyla tanış olanda baxdıq ki, sualın həlli çox normaldır, heç bir səhv sual da deyil. Sadəcə məntiqi budur ki, bütün ədədlər tam ədədlər deyil. Baxın, A-B-ni B-C-yə böləndə nə qalır? B-lər ixtisar gedir, qalır A-nın C-yə nisbəti, 49-un 35-ə nisbəti. Hər ikisi 7-yə bölünür. A 7, C isə 5 nisbətdə qalır. A-nın 7, C-nin 5 olduğu nisbətdə onların cəminin 24 olması üçün yazırıq. 7x üstəgəl 5x bərabər 24. Buradan x 2 çıxır. Deməli 7 vur 2 A 14'dür. 5 vur 2 C də 10'dur. Biz bunları burada da yerinə qoyanda fikir verin. A əgər 14'dürsə 14'ü nəyə vuranda 49, C də 10'dursa 10'u nəyə vuranda 35 almaq olar. Təbii ki, bu da 3 tam, onda 5'dir. Və beləliklə bizə C ədədi 3 tam, onda 5 kimi, B ədədi, üzr istəyirəm, B ədədi 3 tam, onda 5 kimi, A ədədi 14 kimi, C ədədi də deməli 10 kimi verilir. Bizə də onların fərqini, A ilə C-nin fərqini istəyir. Təbii ki, 14-dən də 10 çıxanda cavab 4 eləyir. Sual doğrudur, heç bir problem yoxdur. Yaza bilməyən yoldaşlar yəqin bu məsələni gözdən qaçırdı. Biz qəbul suallarının digərlərinin izahlarını növbəti qəbula 6 aprelə yaxın, 6 aprel imtahanının həftəsində bütün qəbul suallarını nəzərinizə çatdıracağıq. Sizi orada maraqlandıran kifayət qədər suallar var. Bilirəm, çox çətin bir suallar gördük biz BA və AC kateqoriyasında. BB-də isə fikrimcə bunun əksinə biraz daha anlaşılan suallar idi. İnşallah hər bir izahıyla sizi YouTube kanalımızda 6 aprelə yaxın tanış edərik. Sağ olun, salamat qalın.